يا زهور الروض ميدي، أسمعي ليلي نشيدي، واملئي قلبي سرورا وله اللحن أعيدي، يا زهور الروض ميدي، أسمعي ليلي نشيدي، واملئي قلبي سرورا وله اللحن أعيدي. Ve bu məclisdə hədəf, qardaşlar, bu məclisdə hədəf bir-birimizi görməkdir. Bir araya gələ bilməmizdir. Bu məclisdə hədəf aramızda olan qardaşlıq iplərini möhkəmləndirməkdir. Bu məclisdə hədəf ortada olan və yaxud da ehtimal olunası nəsə kimin varsa onları ortadan qaldırmaqdır. Bu məclisdə hədəf bir-birimizə nəsihət eləmək, nəsihət almaq və eyni zamanda hədəf sünnəni yaşamaqdır. Ən böyük təməl sünnəni yaşamamızdır. Unutmayaq ki, biz Gürcüstanda qardaşlar, biz Xristian ölkəsində yaşayırıq. %93 rəsmi rəqəmlərə görə, bəzi rəqəmlərə görə %91 Xristianlığı təşkil edən bir ölkədə yaşayırıq. Baxmayaraq ki, belə bir ölkədə yaşayırıq, müsəlmanların bir araya gəlməyinə, nəsihət verməyinə, nəsihət almağına bir qadağa yoxdur. Biz də ona görə qardaşlar, ona görə bu şeyləri göz önündə burulub dəyərləndirməmiz lazımdır. Bacardığımız qədər sünnədə bizə öyrətilən qardaşlıq iplərini möhkəmləndirməmiz lazımdır. Xüsusən də günahlar açıq-aşkar edilməyə bir mane olmayan bir çevrələrdə müsəlmanlar özlərini, dinlərini, irzilərini qorumaları üçün mütləq tez-tez bir araya gəlib nəsihət verib, nəsihət almaları lazımdır. İslam dinində belə bir qayda yoxdur. Mən la ilahe illallah Muhammedur Rasulullah dedim. Ben gedib özüm dinimi yaşayacağım evimdə. Kimə nə olur olsun, hansı onlar müsəlmanlara nə olur olsun, bunlar məni maraqlandırmır. Bunu İslam dini qəbul eləmir qardaşlar. Əgər İslam dini bunu qəbul eləsəydi, Rasulullah sallallahu aleyhi ve sellem 23 il boyunca mücadele eləməzdi. Evində İslamı yaşayardı. Evinə gələnlərə İslamı öyrədərdi. Amma Rasulullah sallallahu aleyhi ve sellem evində deyil, son nəfəsinə kimi insanlara Allahın şəriətini təbliğ etdi. Ondan sonra gələn xəlifələr, alimlər, elm əhli bu yol davam etdirdi. Ona görə Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, cemaat olmaq, bir arada olmaq, bir araya gəlmək, bir araya gəlməyə dəvət eləmək, cemaatın bir arada olması üçün addım atmaq əhl-i sünnə vəl cəmaa inancının təməlidir. Əhl-i sünnə vəl cəmaanın təməlidir. Ona görə nə deyirlər haqq yolda olanlara? Əhl-i sünnə vəl cəmaa. Sünnə və cəmaat əhli. Əgər bir insan sünni ilə gedirəm deyirsə, cəmaat olması şərtdir. Bidət əhlinin əsas siması nədir? Sünni ilə getməmələrinin ən böyük dəlili nədir? Cəmaat ola bilmirlər. Biraz araya gələndə 3 nəfər buradadılar, 5 nəfər oradadılar. Hər kəs özünün doğru yolda olduğunu deyir və sonunda bir cəmaat ola bilmirlər. Bir kənddə, bir şəhərdə 4-5 qrup varsa, onların sünnədən əgər 4-5 qrup varsa bir araya gələ bilmirlərsə, bu cəmaatın mütləq şəkildə sünnədən uzaq olmanın əlamətlərindəndir bu. Çünki sünnə qardaşlar insanları cəm eləyir. Rasulullah sallallahu aleyhi ve sellemin dönəmində sahabələrin bir məsələni yanlış anlamaları yox idi mi? Var idi. Hətta dini məsələni belə fərkli anlayırlardı. Bax, bir əmirdir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyirdi ki, bir dəfə qalıqdı dedi ki, sabah hər kəs ilkindi namazını Bəni Qureyza qəbiləsinin olduğu yerdə qılsın. 2 sahabə yola çıxırlar, əsrin vaxtı çatır. O biri deyir ki, mən əsri qılıram. O biri də deyir ki, yox. Sən eşitmədin mi? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, əsri hər kəs Bəni Qureyzada qılsın. O biri deyir ki, xeyr, Rasulullah sallallahu aleyhi ve sellem gec qalmayaq deyə o mənada dedi. O birisi deyir ki, xeyr, o mənada deyil idi. İlla da gec də olsaq orada qılmalıyıq, bu mənada idi. Biri orada qılır namazı, biri Bəni Qureyzada qılır. Peyğəmbər sallallahu aleyhi ve sellem ikisinə də deyir ki, yəni ictihad elədiyinizə görə doğru eləyirsiniz, amma kim ilkindiyi vaxtında qıldı, ən doğru olanı o elədi. Çünki mənim amacım nə idi? Sizin tez gəlməniz. Uzun sözün qısası qardaşlar, sahabələr dönəmində də fikir anlaşmamazlığı bəzi məsələlərdə var idi.
Sahabelerin arasında da bazı dünyavi sebeplere göre tartışma var idi. Bazı sahabelerin arasında da kin girirdi. Bazı sahabelerin arasında da düşmançılık olurdu. Ama sünneyle gittikleri için Allah'ın kitabını ve Peygamber sallallahu aleyhi ve sellem'in sahih sünnesini hayatlarında hakim ettikleri için bu dine muhalif olan şeyler devam eləmirdi. Anında çözülürlerdi ve cemaatları pozulmurdu. Resulullah sallallahu aleyhi ve sellem'in döneminde iki imamın arkasında namaz kılmak mefhumu yok idi. Resulullah sallallahu aleyhi ve sellem'in döneminde her biraz elm okuyan özüne kuruk toplamırdı. Cemaatin ne olduğunu bilirlerdi. Ona göre en büyük bugünkü günde en çirkin Müslümanların başına gelebilecek meseleleri bir kentte, bir şehirde her özüne bir bahçe götürüp etrafında kuruk daireler toplamalarıdır. Ve herkes de demeleri ki doğru olan bizik. Belə olan yerde kardeşler ne mescid tikilmir, belə olan yerde ne medrese tikilmir, ne belə olan yerde kardeşlerin arasında mehribançılık olmur, ne orada istediğin elim almak olmur, ne yüz tane şeyler, hiçbiri adeten bu şeylerin baş tutmur. Ona göre bizler Allah'ın lütfuyla bu nimetin içindeyiz. O nimet ki bir araya gelebiliriz, kardeşliğimizi yaşayabiliriz ve imkan dahilinde gerekse mescid tikabiliriz, medrese faaliyetlerimiz olabilir. Aramızda Allah'ın halallarını birbirimize emreleyebilip qadağanlarından çekindirebiliriz. Ve ortada olan ihtilafları en azından Allah'ın izniyle çözmeye hamımız meyilliyiz. Bunların hamısı güzel ve müsbət şeylerdir. Onun için kardeşler çalışın. Eğer İslam'a yaşamak istəyirsinizsə, cemaat aranızda yaşadın. Cemaat olmadan İslam'ı yaşadığınızı düşünürsünüzsə, vallahi vahm içindəsiniz. Özünüzü aldatırsınız. Özünüzü aldatmayın. Dinin terazileri var. O teraziyle sen getdiyin sürece doğru yoldasan. Yoksa dinin terazisi değil. Senin terazin olarsa, o zaman senin terazin hiçbir zaman ədaletle tartmaz. Ədaletle çekmez. Bunu göz qabağında bulundurun. Kardeşler, size olan ikinci tövsiyem, kardeşliği hiçbir zaman menfaat üzere yaşamayın. Zaten birbirlerini stəkan arxasında aldatanlar çoxdur. Araq içəndə, çaxır içəndə, qardaşıq səndən ötürü ölərəm, səndən ötürü öldürərəm dənləri biz çox görmüşük. Hası ki, bunlar arağın dozası gedənə kimidir. Ondan sonra her şey yaddan çıxır. Mal pul olup da ətrafında sən mənim qardaşımsan, səndən ötürü ölərəm, öldürərəm dənləri çox görmüşük. O qardaşlıq mal ortada olduğu sürece getdiyini görmüşük. Sonra kimse tanımır. Güc, vəzifə, avtoritet, bunlara göre olan kardeşliklerin hamısı o doza olduğu sürece, o menfaat olduğu sürece devam ediyor. Ondan sonra en yaxşı variantları düşman olmayabilirler ama o kardeşlik tabi de yaşanmır. Bunu hamımız görmüşük, hamımız bilirik ve bu şeyler çok yerlerde de hələ də devam ediyor. Kardeşliğinizi eğer eləyirsinizsə, menfaat olmadan Allah rızası üçün eləm. Kiminsə puluna göre asla gedib ona yaltaqlıq eləməyin. Kiminsə vəzifəsinə göre gedib ona yaltaqlıq eləməyin. Kiminsə hər hansı bir dünyavi bir üstünlüğüne göre gedib onun yanında əzilib büzülmən kardeşler. Bir karar verdinizsə ki bir adamla dostluq eləyəcəksiniz, kardeşlik eləyəcəksiniz, bunu İslam xatirinə eləyin, sünnə xatirinə eləyin, bunu din xatirinə eləyin. Resulullah sallallahu aleyhi ve sellem sahih hadiste buyurur ki, birbirlerini Allah için sevenler ve yaxud da kardeşliklerini yalnız Allah rızası için eləyənlər kıyamet günü Allah'ın ərşinin kölgesinde bir arada olacaklar. Kıyamet günün vahiməsi çox ağırdır kardeşler. Kıyamet günün vahiməsi odur ki, körpə uşaqların qorxudan saça ağaracaq. Hamile kadınlar uşaq salacaqlar. O gün ata oğlu tanımayacaq. Ana öz övladından imtina eləyəcək. Bakın belə bir günde, qorxunun ve vahimənin olduğu bir günde toplumlar olacak ki huzur içinde olacaklar. O huzur içinde olan ərşin kölgesinde, o güneşin istisinden uzak olan toplumların biri Resulullah sallallahu aleyhi ve sellem buyurur ki Allah için hiçbir menfaat olmadan birbirlerini seven Müslümanlar olacak. Bu fəzilətə nail olmak istəyirsinizsə kardeşliğinizi bunun üzerine kurun. And içərək deyirəm, bax, and olsun Allah'ın zatına. Vallahi billahi tallahi. Eğer bir toplum birbirini Allah için doğrudan da severse,
sadəcə dildə deyil, gerçəkdə hər bir ixtilafı onlar çözərlər. Çözə bilmədikləri heç bir ixtilaf qalmaz. Bugün nə yaxşı görürsünüz, bir çox yerlərdə parçalanma var. Məscidlər iki yerə bölünür. Filanın cemaatı, bir də filanın cemaatı. Filanı dinləyənlər, filanı dinləyənlər. Filanı hörmət eləyənlər, filana hörmət eləyənlər. Hələ iki yox ha. Bəzi yerlərdə üç, bəzi yerlərdə dörd, bəzi yerlərdə beş. Amma bu nisbət olunan cemaatların liderlərinin hamısının ağzına bir şey eşitirsən, kitab və sünnəyə gəlmək lazımdır. Hakim kitab və sünnədir. Doğru olan bizik, hər kəs buna gəlməz. Hər kəs bunu deyir. Amma sual buradadır. Hələ də niyə cemaatlar var? Hələ də niyə bir məsciddə 3-4 qrup, 5-6 qruplar var? Hələ də niyə cemaat bir kişinin qəlbi kim bir arada deyil? Çünki o Quran və sünnəyə çağırış iddiası dildədir, qardaşlar. Dildə. Bu əməldə və pratikdə yoxdur. Və bunun əsas səbəbi budur. Mən də, qardaşlarım da, elm tələbəsi də, Gürcüstanda bir çox dəvətçilərin də hədəfinin əmələ tökdüyünü gördüyüm üçün ona görə də biz bugünkü gün 30 ilə yaxındır, bir aradayıq. 30 ilə yaxındır, 25 ildir bir aradayıq. Niyə? Çünki biz iddia eləmirik ki, hər həyatımızda, hər nöqtəmiz kitab və sünnə. Amma ən azından neyin idik? Buna cəhd göstəririk. Buna cəhd göstəririk. Yıxılan qardaşları təpiyin altına salıb atmırıq. Uçurumda olan qardaşların arxasından hilləmirik. 3 nəfər buraya gəldi, kuç-kuç onun dalı ilə danışıb, 5 nəfər buraya gəldi, kuç-kuç onun dalı ilə danışmırıq. Biz eyni zamanda dəvətdə İslamı öyrətməklə bərabər insanlara xarakter və kişilik öyrədirik. Ən çox müsibətlərdən biri, bir insan İslamı öyrənir, amma xarakter və kişilikdən payı olmur. Bunlar İslahdan çox ifsad törədilər adətən. Sizə tövsiyəm, ikinci tövsiyəm o idi ki, qardaşlar, əgər bu İslamı yaşayacaqsınızsa, bu qardaşlığı yaşayacaqsınızsa, bunu Allah üçün eləm. Bunu Allah üçün eləm. Heç bir mənfəətin üzərində qurmayın. Və sizə dünyada da fayda verəcək, bu ahirətdə də fayda verəcək. Üçüncü tövsiyəm. Hər zaman sözü üzə deyəcək qədər mərd olmağı başarın. Sözü üzə deyəcək qədər mərd olun. İçinizdə kiməsə qarşı bir kin olsa, o kini başqalarına doldurmaq cəhdini göstərmə. Həmin adama çox adam nifrət eləsin deyə. Sən get ona bir yolla de. Eyni zamanda bir-birinizi sevirsinizsə bunu da deyin. Bir qardaşdan xoşlandın mı? Yəni bir qardaşın elmini, əxlaqını, tərbiyəsini, bir qardaşın dindarlığını, bir qardaşın qardaşlığını sevdin mi? Get deyin, mən səni Allah üçün sevirəm. Allah üçün. Çünki Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, müsəlman qardaşınızı sevdinizsə, hörmətin oldusa, get deyin, mən sizi sevirəm. Və bu sözü dərkən də mən hamınızı Allah üçün sevirəm qardaşlar. Ayrımcılıq eləmədən. Hamınızı Allah üçün sevirəm. Mən sizi sevməsəm aranıza gəlmərdim bugün. Mən sizi sevdiyim üçün, saydığım üçün, hörmət elədiyim üçün bugün buradayıq. Və mən də inanıram ki, sizlər də hamınız bir-birinizi Allah üçün sevirsiniz. Bunu qazanmamız lazımdır. Bizə bəyən şeytan gəlib fürsət verəcəkmi ki, nə yaxşı iş görürsünüz? Siz Allah üçün bir-birinizi sevin. Şeytan bunu bizə deyəcək mi qardaşlar? Yox. Şeytan bir-birimizə qarşı elədiyimiz haqsızlıqları göz qabağına gətirəcək davamlı. Olur. Biz masum deyilik ki. Biz də yanlış eləyirik, biz də qeybətə düşürük, nəmmamlığa düşürük, nə bilim, iftiraya da düşə bilər. Hər yanlışı biz də eləyə bilərik, hər kəs kimi. Tamam mı qardaşlar? Amma onunla bərabər nə etməliyik? Hər zaman düzəlməyin tövbədən yana olmalıyıq. Yanlış eləyə duraq. Və eyni zamanda da nə etməliyik? Bizə də deyildiyi zaman biz də o yanlışlardan dönəcək qədər cəsarətli olmalıyıq. Çünki yanlışdan dönən insan dönmədən öncəkindən daha kamildir, deyir əhl-i sünnə alimləri. Sən nə zaman yanlış eləyib ondan dönsən, daha kamil olursan, daha naqis olmursan. Amma şeytanın öyrətdiyi nədir? Yox əşi, sən etdiyin yanlışı boynuna alma ki, cəmaatın içində alçalarsan deyə. Alçalmaq yoxdur. Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, mən tavada'a lillahi rafa'ahullah. Kim Allah üçün mütevazi olarsa, Allah onu ucaldar. İnsanı ucaltmaq da, insanı sevdirmək də, insanı rəzil eləmək də, gözdən salmaq da bu Allahın işidir. Bu Allahın işidir qardaşlar. Hələ də sən sevilirsənsə, demək ki Allah üçün gizli etdiyin ixlaslı əməllərin var.
Amma sən nə qədər göstəriləsən də kütlə içində sevilmirsənsə, demək ki, sən xəyanətin və yaxud da gizli insanların bilmədiyi etdiyin yanlışlar var. Əziz qardaşlar, sizlərə bu da başqa elm tələbələri də var, qardaşlar da var, onlar da danışacaq. Sizlərə etmək istədiyim tövsiyələrdən biri, bax, burada gənclərsiniz, çoxunuz, maşallah, tabarakallah. Sizə bir qardaş tövsiyəsi. Bugün gedişat onu göstərir ki, dünyada iki şey tuğyan eləyir. Bir həya məsələsi, bir də qeyrət məsələsi. İtirilən ən çox şeylərdən biri həyadır bugün, bir də qeyrət. Görürsünüz, sosial medyada nələr baş verir? Qadınların hoqqaları, kişilərin, bilmirəm, bu ifadəni lüğət olaraq deyirik də, nə deyim? Yəni, bəzi cinslərə kişi deməyə adam utanır. Vallahi utanır deyirəm. Özlərini nə günə qoyurlar? Qeyrətdən, namusdan, kişilikdən, vicdandan, iqam olan düşük teciklərin hərəkətlərini görürük. Yəni, öz məhrəmlərini qısqanmamaq, onları görməməzlikdən gəlmək və yaxud da öz atasını, qardaşını, əmsini, dayısını heçə qayan həyanı itirmiş qadıncazlar. Hər cür tiplər görürük, qardaşlar. Bu əvvəllər bu qədər yox idi vallahi. Əvvəllər oğruq eləyən yox idi, var idi. Əvvəllər zina eləyən yox idi, var idi. Əvvəllər filan şeylər var idilər, amma insanlar cəmaatın qabağında eləmirlər, bir təkinəcək var idi. Bugün bu şeylərdə sınırlar artıq zorlandığını gördüyümüz üçün siz gənclər bu iki məsələyə fikir verin. Çalışın qeyrət itirməyin, çalışın namusu itirməyin, çalışın əxlaqı itirməyin. Bax, siz gəncsiniz. Ola bilsin sizə qadınlar yaza, ola bilsin qızlar sizə yaza, nə bilim sizdən xoşu gəldiyini deyə, nə bilim nələr. Baxın, bir qadın ola bilsin yanlış eləyə. Amma siz kişiliyinizi və duruşunuzu əsla pozmayın. Sizə bir adam yanlışa qapı açdığı zaman siz öz məhrəmlərinizi gözünüzün qabağına gətirin. Həmən çözülməyin, həmən sürülməyin. Və öz ananızı, bacınızı, qohum-əqrabanızı göz önündə bulunduraraq heç bir qadına qarşı haqsızlıq eləməyi gözə almayın. Və hətta bəzən belə başlayır, bilirsiniz, bir qadın sizə ola bilsin pis təklif eləyə, sən başlayırsan nəsihət qapısı açmağa. O da sənə Allah səndən razı olsun deyir. Ondan bir hədis, ayət, axırı bunun gedir başqa bir şeyə çıxır. Qapını bağla. Naməhrəm biri sənə yazdı mı? Qardaş, qapını bağla. Hər kəsə yaza bilərlər. Qapını bağla, götür blok elə, əlaqə saxlama. Hətta bir nəsihət belə eləmə deyə bilərəm. Çünki qardaşlar, bu son zamanlarda biz boşanmaqların həddini artığını görürük. Həddindən artıq. O bunu burada alır, boşuyur, o bunu orada alır, boşuyur, bu buna, o ona. Ailələr günbəgündən dağılır. Əvvəllər belə şey mi var idi? Uşaqlar ortada qalır və s. kimi. Çalışın qardaşlar, müsəlmanların, qadınların irzini, namusunu qoruyun. Gənc adamlarsınız. Heç kəsin namusuna söz atmayın. Heç kəsin qadınına, qızına pis söz deməyin. Bu sizin üçün də xeyirlidir. Çünki sizin də sabah birisi gün ailənizdə qız uşaqları olacaq. Allah Teala hamınıza bərəkət versin. Bu məclisin təşkilatında əməyi olan maddi və mənəvi bütün qardaşlara Allah bərəkət versin. Əziyyət çəkib, müxtəlif uzaq yerlərdən də zəhmət çəkib gələn, bu məclisdə iştirak edən qardaşları da mən təşəkkür edirəm. Barakallahu fikum. Allah hamınıza bərəkət versin. Allah cümləmizi dindən, imandan ayırmasın. Və sallallahu və səlləm və bərik alə nəbiyinə Muhammed.